Tədavi əməllərin və bütün neqativliklərin təmizlənmə ideal bir zamandır. 23-10-2025-dən Əqrəb keçidini aktivləşdirir. Mars və Merkuri Əqrəb bürcünə keçid edərək təmizlənmə portalını səmada aktivləşdirir və planetlərin ciddi bir bizim auramıza, enerjilərimizə təsiri olacaq. Bu 45 gün davam edəcək. 45 gün ərzində bunu 2 dəfə edə bilərsiniz, 1 dəfə də edə bilərsiniz. Sağ əlimizin içərisinə yumurtanı, sol əlimizin içərisinə duzu götürürük. Götürdükdən sonra şüşə qabı olsa daha yaxşıdır. Şüşə qabın içərisinə soyuq krant suyunu doldururuq və duzu sağ yumurtanın üzərinə gətirib birləşdirir və deyirik. Bütün negativliklər, mənfiliklər, nəfs ağırlıqlar sağlamlığımda, maddiyyatımda, özümdə olan mənfiliklər və dişil erir enerjilərimdə olan ağırlaşmış auraların yumurtaya və duza doğru getməsini tələb edirəm və özümü aktivləşdirirəm. Kristal ən güclü mənfilikləri özünə çəkir, yumurta isə onu belə deyim də özündə blok olaraq saxlayır. Birləşdirdikdən sonra duzu suyun içərisinə yumurtanı sındırıb ağın sarısını suyun içərisində saxlayırsınız. Yatdığınız yerə də qoya bilərsiniz, olduğunuz otaqda da saxlaya bilərsiniz. Əgər suyun içərisində qabığını qətiyyən qatmırsınız, qabığını zibilə atırsınız. Əgər suyun içərisində köpüklər, suda dalğaların aktivləşməsi və suyun normadan çox bulanması varsa, demək cavabı əməlimizin, mənfilimizin normadan çox aktivliyi var. Bunu kimizə təsiri ilə daha mükəmməl şəkildə təmizləyin. Əgər suda mənfiliklər sadəcə olaraq yumurtanın toparlaşmış və bişmiş formada olduğunu görəcəksinizsə, demək az da olsa təmizlənib. Bunu ən azı 2 dəfə edin və öz üzərinizdə olan negativliklərdən arının. Tədavi əməllərin və bütün negativliklərin təmizlənmə ideal bir zamandır. 23-10-2025-dən Əqrəb keçidini aktivləşdirir. Mars və Merkuri Əqrəb bürcünə keçid edərək təmizlənmə portalını səmada aktivləşdirir və planetlərin ciddi bir bizim auramıza, enerjilərimizə təsiri olacaq. Bu 45 gün davam edəcək. 45 gün ərzində bunu 2 dəfə edə bilərsiniz, 1 dəfə də edə bilərsiniz. Sağ əlimizin içərisinə yumurtanı, sol əlimizin içərisinə duzu götürürük. Götürdükdən sonra şüşə qabı olsa daha yaxşıdır. Şüşə qabın içərisinə soyuq krant suyunu doldururuq və duzu sağ yumurtanın üzərinə gətirib birləşdirir və deyirik. Bütün negativliklər, mənfiliklər, nəfs ağırlıqlar sağlamlığımda, maddiyyatımda, özümdə olan mənfiliklər və dişil erir enerjilərimdə olan ağırlaşmış auraların yumurtaya və duza doğru getməsini tələb edirəm və özümü aktivləşdirirəm. Kristal ən güclü mənfilikləri özünə çəkir, yumurta isə onu belə deyim də özündə blok olaraq saxlayır. Birləşdirdikdən sonra duzu suyun içərisinə yumurtanı sındırıb ağın sarısını suyun içərisində saxlayırsınız. Yatdığınız yerə də qoya bilərsiniz, olduğunuz otaqda da saxlaya bilərsiniz. Əgər suyun içərisində qabığını qətiyyən qatmırsınız, qabığını zibilə atırsınız. Əgər suyun içərisində köpüklər, suda dalğaların aktivləşməsi və suyun normadan çox bulanması varsa, demək cavabı əməlimizin, mənfilimizin normadan çox aktivliyi var. Bunu kimizə təsiri ilə daha mükəmməl şəkildə təmizləyin. Əgər suda mənfiliklər sadəcə olaraq yumurtanın toparlaşmış və bişmiş formada olduğunu görəcəksinizsə, demək az da olsa təmizlənib. Bunu ən azı 2 dəfə edin və öz üzərinizdə olan negativliklərdən arının. Tədavi əməllərin və bütün negativliklərin təmizlənmə ideal bir zamandır. 23-10-2025-dən Əqrəb keçidini aktivləşdirir. Mars və Merkuri Əqrəb bürcünə keçid edərək təmizlənmə portalını səmada aktivləşdirir və planetlərin ciddi bir bizim auramıza, enerjilərimizə təsiri olacaq. Bu 45 gün davam edəcək. 45 gün ərzində bunu 2 dəfə edə bilərsiniz, 1 dəfə də edə bilərsiniz. Sağ əlimizin içərisinə yumurtanı, sol əlimizin içərisinə duzu götürürük. Götürdükdən sonra şüşə qabı olsa daha yaxşıdır. Şüşə qabın içərisinə soyuq krant suyunu doldururuq və duzu sağ yumurtanın üzərinə gətirib birləşdirir və deyirik. Bütün negativliklər, mənfiliklər, nəfs ağırlıqlar sağlamlığımda, maddiyyatımda, özümdə olan mənfiliklər və dişil erir enerjilərimdə olan ağırlaşmış auraların yumurtaya və duza doğru getməsini tələb edirəm və özümü aktivləşdirirəm. Kristal ən güclü mənfilikləri özünə çəkir, yumurta isə onu belə deyim də özündə blok olaraq saxlayır. Birləşdirdikdən sonra duzu suyun içərisinə yumurtanı sındırıb ağın sarısını suyun içərisində saxlayırsınız. Yatdığınız yerə də qoya bilərsiniz, olduğunuz otaqda da saxlaya bilərsiniz. Əgər suyun içərisində qabığını qətiyyən qatmırsınız, qabığını zibilə atırsınız. Əgər suyun içərisində köpüklər, suda dalğaların aktivləşməsi və suyun normadan çox bulanması varsa, demək cavabı əməlimizin, mənfilimizin normadan çox aktivliyi var. Bunu kimizə təsiri ilə daha mükəmməl şəkildə təmizləyin. Əgər suda mənfiliklər sadəcə olaraq yumurtanın toparlaşmış və bişmiş formada olduğunu görəcəksinizsə, demək az da olsa təmizlənib. Bunu ən azı 2 dəfə edin və öz üzərinizdə olan negativliklərdən arının.